Salamlar olsun. İstərəm burada bir söz deyəm ki, buna diqqətlə qulaq asın. Baxın, yadınızdadır ki, o zaman ki, Amerika Təbrizi yerlə yeksan eləmişdi, bu faslar bir dənə söz sosial mediada yazmırdılar. İndi İranın cənubunu Amerika vurur. Gör nə qiyamət qopardıblar. Yəni tamam sosial medya İran cənub mən, İran cənubi mən, nə olub filan olub. Baxın bunları tanıyın. Mən demirəm ha biz Azərbaycanlılar mədəni insanlarıq. Biz müharibə cənglə müxalifik. Heç müharibə zad istəmirik. Mən də çox narahatam ki, indi orada insanlar ölürlər və çox bu məsələyə çox narahatam. Çox bir gərgin məsələn vəziyyət keçir, mən onu bilirəm. Amma bu Fars millətini deyirəm sizə. Bunlar sizin ölmağınıza bir zərrə də vezlərinə dəyirdi. Əsən bunlarda deyəndə ki, ağa Təbrizi vururlar, biz burada deyirdik bunlara. Deyirdik, ağa kim ağa o? İran hamı muşkildiran filan. İndi gör nə qiyamət qopardıblar İranın cənubuna. Niyə? Çün Farsdılar. Siz bax Türk millətini bunlar sizin həmvətən bilmirlər bax. Sizi bilmirlər. Mən baş tapamıram. Siz oturmusunuz Güney Azərbaycanda, hey İran İran eləyirsiniz. Hey deyirsiniz vətən vətən. Baba bu səni həmvətən bilmir bax. Fars səni və həmvətən bilmir. Ağzından Türk çıxanda. Əsən əhəmiyyəti odur Azərbaycanlı olasan, Qəşqayı olasan, Həmədan türk olasan, Xorasan türk olasan. Deyəndə belə bax, intihar kağı təziyyət elə bunu ötür. Bu nan həmvətən çıxmaz. Necə oldu? Siz bunları hey həmvətən bilirsiniz. Baxın görün axı nə bunlardan sizə nə çatır, bizə çatmır. Siz nə olubdu ki, bu məmləkəti bir belə quyruğuna yapışmısınız, bir belə İran eləyirsiniz axı. Azərbaycanlı məcək dəyirsiniz siz, Türk məcək dəyirsiniz. Nə istəyirsiniz? Bu məmləkətdən nə istəyirsiniz bax siz? Baba, məmləkət bilirsən nəzir olur? Dünyada deyirlər parçalanır, dağılır filan olur. Nə istəyirsiniz baba buradan siz? Nə istəyirsiniz? Bizə deyin, bəlkə bizə çatmırıq.